Herkese salam əziz izləyicilər, əziz şagirdlər. Bugünkü videomuz isimlərin cəmi ilə bağlı olacaq. Plural of the nouns. Okay. Gəlin bir tapşırıq üzərində isimlərin cəmi qaydasını təkrar edək. For example, birinci sözümüz orange, an orange. Portağal. Cəmləndirərkən necə olacaq? Təxmin edin. Oranges. Sözümüzün sonuna bir S əlavə edəcəyik. İkinci sözümüz tomato. Pomidor sözü. Baxırıq ki, sözün sonu O ilə bitib. Qaydamızda belə idi ki, sözün sonu O ilə bitirsə və bu söz istisna sözlərdən deyilsə, bu zaman sözümüzün sonuna ES əlavə edəcəyik. Tomatoes. ES. Üçüncü sözümüz cake. Tort sözüdür. Deməli, cəmləndirərkən cakes. Bir S əlavə edirik. Dördüncü sözümüzə baxırıq ki, mən sözüdür. Kişi kökünlə dəyişəndir. Ona görə kökünlə dəyişdikdə olur men. To sözü yenə bir kökünlə dəyişən sözdür. Cəmləndirərkən olacaq teas. Cookie sözü piçenya sözüdür. Cəmlənəndə olacaq cookies. Chicken cəmləndirərkən olacaq chickens. Hot dog. Hot dog sözünü cəmləndirərkən isimin sonuna bir S əlavə edəcəyik. Raspberry. Sözün sonu baxırıq ki, Y ilə bitib. Ondan əvvəl samit gəlib. Deməli, Y-nı biz çevirib edəcəyik I və sözün sonuna ES əlavə edəcəyik. Okay? For example, rose, berry, berry, Y çevirdi oldu I və sonuna bir ES əlavə edirik. Flavor, dad sözü cəmlənərkən olacaq flavors. Gəlin yazaq. Sözün sonuna bir S. Potato. Baxırıq ki, sözün sonu O ilə bitib. Ona görə istisna sözü deyil. Buna görə də sonuna bir ES əlavə edəcəyik. Potatoes. Dessert. Sonuna bir S əlavə edəcəyik. Desserts. Vegetable. Nə deməkdir? Tərəvəz. Sonuna sadəcə bir S əlavə edəcəyik. Vegetables. Foot. Ayaq sözüdür. Kökündən dəyişir. Cəmlənərkən olur fit. Ayaqlar. Sandwich. Qaydamız necə idi? Sözün sonu CH ilə bitirsə, bu zaman onun sonuna bir ES əlavə edirik. Sandwiches. ES gördünüz. Beverage. Sonuna sadəcə olaraq bir S əlavə edəcəyik. Gəlin elə belə yazaq. Beet. Sözün sonuna sadəcə bir S əlavə edirik. Donut. Donut. Sonuna sadəcə bir S əlavə edirik. Person. Kökündən dəyişən isimdir. Adam deməkdir. Cəmlənərkən necə olur uşaqlar? People. People. Child. Kökündən dəyişir. Bəs necə olur? Children. Child oldu. Children. Okay. 21-ci sözümüz sonuna sadəcə olaraq bir S əlavə edirik. Biraz da sərgəli yazaq. S. Okay. Cherry. Baxırıq. Sözün sonu nə ilə bitib? Y ilə. Onun əvvəlinə gəlib samit. Deməli, Y-ya qədər olduğu kimi yazırıq. Y-nı çeviririk I-yə və sonuna bir ES əlavə edirik. Peach sözü CH ilə bitib uşaqlar. Ona görə S yox, sonuna ES əlavə edirik qaydamıza uyğun olaraq.
Mouse sözünə baxırıq ki, kökündən dəyişən isimdir. Siçan sözüdür. Cəmləndikdə olur mice. Okay. Woman qadın sözüdür. Cəmləndikdə olur woman. Watermelon qarpız sözüdür. Cəmləndə sadəcə sonuna bir s əlavə edirik. Gəlin woman-ı da təzdən yazaq. Woman. Okay. Və watermelon-da sonuna bir s. Candy. Şirniyyat deyək. Sonu y ilə bitib. Ondan əvvəldə samit gəlib. Y-yə qədər olduğu kimi yazırıq. Y-nı i-yə çeviririk və sonuna bir is. Pie. Sonuna sadəcə bir s. Ice cream. Sonuna sadəcə s. Okay. Celery. Baxırıq ki, y ilə bitib. Ondan əvvəl samit gəlib. Ona görə də y nə olacaq? i-yə çevrilir və sonuna da is artırılır. Brokoli. Sadəcə sonuna bir s əlavə edirik. Soft drink. Sadəcə sonuna s. Goose sözü qaz deməkdir. Kökündən dəyişir və olacaq giz. Loaf sözü. Deməli, sözün sonu əgər f ilə bitirsə, bu zaman f-ya qədər eyni olaraq qalacaq. F-mız çevriləcək uşaqlar v-ya və sonuna bir is əlavə edəcəyik. Grape. Sadəcə sonuna bir s əlavə edəcəyik. Baxın, bayaqki qayda. Sonu f ilə bitən söz f-ə qədər eyni qalacaq. F çevriləcək v-ya və sonuna bir is. Wife olacaq. Baxın, f ilə yenə də bitir. F ilə bitir. F çevriləcək v-ya və sonuna bir is. Elf. Yenə də uşaqlar. F çevriləcək v-ya və sonuna bir is. Yenə də life. V-ya çevrilir və sonuna is. Deməli, dish sözü deməli, qaydamıza uyğun olaraq dishes. Okay. Əgər hər hansı bir söz sizə qaranlıq qalsa, şərh bölməsində yazın, mən sizə izah edim və yaxud da videonun altına qoyacağım əlaqə nömrəsindən əlaqə saxlaya bilərsiniz ki, mən sizə bunu aydın şəkildə başa salım. Oldu, gələn videoda görüşərik. Sağ olun.